Əziz balalar, əziz mənim sevimli şagirdlərim, bugün sizin üçün çox gözəl günlərdən biridir. Bugün uşaqların bayramıdır. 1 iyun uşaqların beynəlxalq müdafiə günüdür. Bütün dünyanı gözəlləşdirən, bütün dünyanı çiçəkləndirən siz uşaqlarsınız. Mən sizin hər birinizə can sağlığı arzu edirəm, uzun ömür arzu edirəm. Arzu edirəm ki, hər zaman üzünüz gülsün. Bax, bu gözəl üzünüzdən nə gözəlsiniz, hər biriniz bir çiçəksiniz. Bu gözəl üzünüzdən heç vaxt gülüş əskiyi olmasın. Həmişə üzünüz, könlünüz gülsün. Həmişə ailənizin, atanızın, ananızın yanında olasınız. Ailənizin fəxri olasınız. Belə bir deyim var ki, uşaqlar deyir ki, uşaqlar gülərsə dünya gülər. Həqiqətən də uşaqlar dünyanın gözəlliyidir, uşaqlar dünyanın yaraşığıdır. Dünya sizinlə daha gözəldir, ailələriniz sizinlə daha gözəldir, məktəbləriniz sizinlə daha gözəldir. Əgər siz olmasanız, biz kimlə, sizin kimi gün balalarla heç çalışa bilməzdik. Ona görə də uşaqlar, bu gözəl gün münasibəti ilə sizin hər birinizi səmimi qəlbdən təbrik edirəm, qucaqlayıram, öpürəm, bağrıma basıram. Gününüz mübarək olsun, bayramınız mübarək olsun. Hər zaman üzünüzdən gülüş, təbəssüm əskiyi olmasın. Vətənimizə layiqli evladlar olasınız. Həmişə vətənimizin gələcəyi sizin kimi uşaqların, gənclərin əlindədir uşaqlar. Ona görə də mən sizin hər birinizə layiqli vətəndaş olmağınızı arzu edirəm. Arzu edirəm ki, həm ailəmizin, həm məktəbimizin, həm müəlliminizin, həm cəmiyyətimizin, vətənimizin layiqli evladı olasınız. Vətənimiz, ailəmiz, müəllimimiz sizinlə